Tənlər sistemindən x plus y cəmini tapın. Əgər biz burada biraz sadələşdirmə aparsaq, deməli x kvadrat üstəgəlsin x, y, üstəgəl y kvadrat bərabərdir 35. Birinci tənliyin hər tərəfinə x, y əlavə etsək, deməli, alaraq x kvadrat üstəgəl 2xy üstəgəl y kvadrat bərabərdir 35 üstəgəl xy. Bu hissə bizə müxtəsər bulma düsturudur deyə x üstəgəlsin y-in mötərizə kvadratını verir. Bərabərdir 35 üstəgəlsin xy. Bu ifadəni isə biz ikinci tənlikdən əgər x plus y tapsaq, bu zaman 7 çıxılsın kök altı xy deyərik. Və bunu da kvadrata yüksəltsək hər tərəfini, deməli bu ifadə də kvadrata yüksəlməlidir. Buradan alırıq ki, 35 üstəgəlsin x, y bərabərdir 7 çıx x kök altı xy-in kvadratı. 7-nin kvadratı 49 çıxılsın, 2 vurulsun 7 vurulsun kök altı xy və üstəgəlsin kök altı xy-in kvadratı, yəni xy. Sağ və soldan xy hasilini islah eləsək, 35 bərabər olacaqdır 49 çıxılsın 14 kök altı xy. 49-dan 35-i çıxsaq 14, 14 bərabərdir 14 kök altı xy-ə. Deməli, xy hasili kök altda 1-ə bərabərdir, özü də elə 1-ə bərabərdir. Bizdən də x plus y cəmi tələb olunurdu. X plus y tapmaq üçün burada ifadəmiz vardı. 1, daha doğrusu x vur y 1 idi kök altda. Və yazaq, x plus y bərabərdir 7 çıxılsın kök altı xy, yəni 1. 7-dən də 1 çıxsaq 6 və cavabımız 6-dır.